Teymur Əmrahı yığmışdım. Ev məsələləri ilə gündəmdə olanda Teymur Əmrah. Aprelin 1-də yığmışdım onu. Məncə, sizi filan MMC-nin rəisi narahat edir. Biz hər il tanınmış insanlara ev hədiyyə edirik. Bu da Əli Bayramında dedik ki, indiki Şirvanda toydaydı. Bir dəqiqə toyza da atdı, çıxdı çölə. Ay mama. Bir dəqiqə müəllim, Süleyman müəllim, nə olsun Süleyman müəllim, Can Süleyman müəllim, buyurun. Dedim ki, amma sadəcə bizdə vəziyyət belədir ki, bizim bir otaqlı mənzilimiz qalmayıb. Bizə 3 otaqlı mənzil veririk, ikisini biz veririk, birinin pulunu alacaq da sizdən. Deyər, ya 3 lazım deyil, o havayı verdiyiz. Dedim onu da yaxşı, sabahsın gələr, yox o deyir, indi gəlirlər. Ben deyirəm, axı, mən musiqi səs eşitdim, siz tədbirdəs belə, ay, yox, narahatım, yerim adam qoyub gəlirlər. Taksiyə oturdu, maşının qapının səsinin zadını eşitdim, dedim ki, ay Teymur, mənəm. Başına dönüm, Allah ev qismət eləsin də özüm xəcalət çəkdim. Ağzından çıxar.